Bugün sizə şair, yazıcı Etibar İzzətin şeirlərindən Dur Qaçaq Oğlum şeirini dinləyək. Dur qaçaq oğlum, dərs deməyin bir yekə dastandı bu. Dur qaçaq oğlum, baş ayaq qandı bu. Hövlidirəm bunca işitcək adın, məktəbə bax, bir adı var bərbadın. Dərdə düşür, göndərə kim övladın, colma çocuqla quru peymandı bu. Dur qaçaq oğlum, baş ayaq qandı bu. Heyf ola bir belə kitab dəftərə, tay yığılıb şkaf ilə rəflərə, elm ocağı dərd gətirir evlərə. Bəs nə ədəbdir, necə ərkandı bu? Dur qaçaq oğlum, baş ayaq qandı bu. Həftədə bir pul yığılır məktəbə, təmir edirlər bina 4 mərtəbə, sovqatı bayramda düşübdü dəbə, təhsil üçün bir yekə nöqsandı bu. Dur qaçaq oğlum, baş ayaq qandı bu. Olmayacaq məzununun mənsəbi, çünki savadsız bitirir məktəbi. Bilinməyir qafiyəsi ya mətləbi, dərs adına bir gürur böhtandı bu. Dur qaçaq oğlum, baş ayaq qandı bu.